Hər kəsə salam, kanalımın dəyərli xanımları. Vlogu belə bir görüntü ilə başladıram. Əslində düşündüyüm belə deyildi. Düşündüyüm bu idi ki, öncə yeməyi hazırlayım, sonra yolka quram. Amma getdim ki, saçımı ön tərəfdən toplayım ki, üzümə düşməsin. 5 dəqiqə mətbəxdə olmamağımın nəticəsi bu oldu. Elə vloqa buradan da davam elədim. İnanın ki, gün ərzində mənim gördüyüm işin bu sadəcə 1000-də 1 hissəsidir. İndi də yolka qurmuşam, Tamerlan yolkanın iqruşkalarını atır yerə, mən də yenidən asıram. Təsəvvür edin ki, üzümü çevirən kimi iqruşkaların hamısı, zərlər, işıqlar qarışıq, hamısı yerdə olur. Allah bütün balaları saxlasın. Bilmirəm, tək Tamerlan belədir, yoxsa bütün uşaqlar belədir. Çünki mənim qızım belə olmuyor. Əgər ona tapşırsaydım ki, buranı dağıtmaq olmaz, o dağıtmırdı. Tamerlan isə tam əksidir, gündə neçə dəfə buraları dağıdır, mən toplayıram. Əsas odur ki, canları sağlam olsun, əgər belə dağıda bilirlərsə, nə xoş bizə. İndi düşünə bilərsiniz ki, bu qız nə danışır? Uşaq bu cür dağıdır, deyir ki, nə xoş bizə ki, dağıdır. Mən o zaman qorxardım ki, uşaq bir yerdə əyləşib heç yanı dağıtmasaydı. Mən bir çox ana tanıyıram ki, bu hala görə uşaqları döyürlər, cəzalandırırlar. Amma mən belə hallarda əsla uşağı vurmamışam. Nə də ki, vuran, döyən insanlara yaxşı baxmamışam. Belə insanlar özlərini elə aparır ki, sanki heç uşaq olmayıblar. Hamımız uşaq olmuşuq, tökmüşük də, dağıtmışıq da. Məncə bunu səbirlə, anlayışla qarşılamaq lazımdır. Desəm ki, qışqırmıram, bu yalan olar. Əksər hallarda bundan betər vəziyyət olan zaman və yığışdırmaqdan yorulduğum zamanlar qışqırıram da, acıqlanıram da, amma əsla uşağa əl qaldırmıram. Mən hər zaman belə düşünmüşəm ki, uşaqları döyən insanlar çox aciz insanlardır. Bilir ki, uşaq özünü savuna bilmir, qoruya bilmir, qorxur, ağlayır və valideyn də özünü pəhlivan bilir, uşağa daha da şiddətlə yanaşır. Belə valideynlər mənim gözümün düşmənidir. Və xanımlar, deyəsən biraz çox danışdım. Belə çox danışanda bir xanımın rəyi yadıma düşür ki, yazmışdı ki, çox danışırsan, yersiz danışırsan, sən danışan yerləri qabağa ötürürəm, biraz az danış. Mənim səsim o xanımı narahat edirdi. Əgər səsim kimisə narahat edirsə, üzürlü hesab eləsin. Çünki bu mənim vloqumdur, mən burada danışmalıyam. Və xanımlar, danışa-danışa da buranı yığışdırıram. Demək xanımlar, hər kəsin evində belə bir siyirmə var ki, orada qayçı var, skoç var, atverka var, bir sözlə xırda əşyalar var. Və bu xırda əşyalarda törtöküntü görsəndiyi üçün mən 1 manatlıq mağazindən belə bir qablar almışam. Xırda əşyaların hamısını yığıram bu qablara ki, siyirməni açan zaman səliqəli görsənsin. Siyirməni də artıq yığışdırdım, bitirdim. Biraz törtökünə baxıb keçəcəm yemək bişirməyə. Həyatda 15 dəqiqəyə, yarım saata gördüyümüz işləri videonu tezləşdirdiyim üçün montajda baxıram ki, yığışdırdığım hissə 2-3 dəqiqəyə bitdi. O zaman düşündüm ki, kaş həyatda hər şey bu cür asan olardı. Və xanımlar, törtökünə də baxandan sonra biraz qabım var, onu da yuyum, başlayacağım yemək bişirməyə. Bugünkü menyu qızımın istəyi ilə idi, çox dadlı idi.
Deməli xanımlar, bu bişirdiyim yemək çox dadlı, çox asan, görünüşü də gözəldir. Sanki ev şəraitində lülə bişirmisən kimi. Bunu ətlə bişirəndə lap dadlı olur. Amma bizdə ət bitmişdi deyənə mən sinə əti ilə bişirdim. Hələ sinə əti idi, amma dadı mükəmməl idi. Deməli xanımlar, əti çəkdim. Əgər 1 kilo ət edirəmsə, yarım kilo quyruq əlavə edirəm. Soğanı gözə yarı əlavə edirəm, amma az olmalıdır. Bu yeməkdə quyruq az olsa, həm dadsız olar, həm də lülənin dadını verməz. Soğanı da ət maşınkasından keçirdəndən sonra yaxşıca suyunu sıxıram ki, canında su qalmasın, ət bişən zaman parçalanmasın. Və xanımlar, bu arada da gecədən islatdığım noxudlar var idi. Onların suyunu süzüb qoyuram ki, qaynasınlar. Noxud alan zaman hər zaman hamısını suda isladıram. Gecədən isladıram, səhər bişirirəm.
Xanımlar, burada çörəyi ona görə göstərirəm ki, hətta bunu çörəyin arasına da qoyub yemək olar. Mən bəzən belə yeyirəm. Bu işə yemək aparanlar üçün də yaxşı fikirdir. Və xanımlar, yemək də hazır olandan sonra qadınlar necə olur? Çox rahat. Yeməkdən sonra bütün işi rahat görmək olur. Arxayın olursan ki, yemək hazırdır. Uşaqlar nə vaxt yemək istəsə, yemək var. Demək xanımlar, vloqun əvvəlində dediyim kimi yolkanı qurmağına qurmuşam, amma bilmirəm ki, yeni ilə qədər bunu necə burada saxlayacağam. Çünki Tamerlan dəhşət dağıdır, bilmirəm ki, neyniyim. Yadıma gəlir ki, keçən il mən yolka qurmuşdum. Tamerlan onun bütün iqruşkalarını sındırdı. Əlimizdə qalan iqruşkalar da çox-çox azdır. Gərək gedim iqruşka alım. İnanın ki, mən keçən il yolka quranda Tamerlan o qədər o yolkanı dağıtdı, tökdü ki, o yolka yeni ili görmədi. Yeni ilə 3-4 gün qalmış yolkanı sökdüm, qoydum yerinə. İndi bilmirəm, bu da belə olacaq, yoxsa bunu saxlaya biləcəm. O da baxır mənim halıma ki, gücüm nə qədər çatacaq ki, onun dağıtdığını yığa bilim. Bir yandan da qorxuram ki, işıqlardan tutur, dartır, yolka üzərinə aşar. Ağır yolkadır, Tamerlanın boyuna görə böyükdür. Hələ ki, Tamerlanı gözümdən kənar qoymuram. Evdə sakitçilik baş verən zaman tez qaçıram ki, görüm Tamerlan hardadır. Əslində Tamerlan kənardan çox sakit görsənir. Düşünə bilərsiniz ki, nə yaxşı oturub orada, anası da iş görür. Amma inanın ki, bu heç də belə deyil. Hətta qızımı məktəbdən götürməyə gedən zaman maşında lük var. Az qalır ki, o lükdan bayıra çıxsın. Əgər onun dediyini də eləməsəm, qiyaməti qoparır. Hər zaman böyüklər deyərdi ki, uşaq evin şahıdır, o nə desən o olur. Həqiqətən də belə imiş. Demək xanımlar, bu yolkanı qurduq. Qurandan sonra gördüm ki, səhv etmişəm. Alt tərəfi üstə, üstü isə alta keçirtmişəm. Baxın, burada da görsənir ki, nəsə düzgün getmir. Sonra bunu çıxardıb düz olan nədirsə onu etdim. Bunları da açarkən düşünürəm ki, axı bu yolka belə balaca deyildi. Sonra görürəm ki, mən səhv taxmışam və burada düzgün olanı edirəm. Demək xanımlar, bu yolka çoxdanın yolkasıdır. Neçə il var ki, bizdə artıq heç bilmirəm. Amma indi yeni yolkalar çıxıb, üzəri ağ, qara oxşayan. Onlardan çox xoşum gəlirdi. Getdim mağazinə qiymətini soruşmağa. 350-400 dedilər. Mən də düşündüm, bahadır. İldə bir dəfə qurulan yolka üçün o qədər pulu ona vermək məncə məntiqsizdir. Başımı saldım aşağı və gəldim evə. Dedim, nə varsa onunla qane olmaq lazımdır. Məncə bu da pis yolka deyil, sadəcə indi yeniləri çıxıb deyənə bunlar artıq gözümüzdən düşür. Biz bunu o vaxtı həqiqətən də ucuz almışdıq. Ya 60 ya 70 manat idi. İndi hətta bunların da qiyməti 100 manatdan başlayır. Və yolkanı da düzəltdik, artıq keçirik bəzəmə işinə. Əlimizdə nə iqruşka var idisə onunla bəzədik. Sizin üçün alış-veriş vloqu çəkməliyəm. O vloqu çəkərkən yolkaya iqruşka da alarıq. Əslində bu yolkanın işıqları çoxdur, amma mən cəmi 2 dənəsindən istifadə etdim. Düşündüm ki, buna çox işıq dolamağın bir anlamı yoxdur. Az olsun, səliqəli olsun. İnanın ki, yolkanın o qədər iqruşkası var idi ki, kaladovkaya qoyanda 3 korobka iqruşka qoyurdum. Amma keçən ildən əlimizdə qalan cəmi bu qədərdir. Hətta zərləri belə Tamerlan keçən il qırıq-qırıq etdi. İndi də qırmaqda davam edir. Deyəcəksiniz ki, bütün vloqu Tamerlandan danışmısan. Amma neynəmək olar? Həqiqət budur. Hər yer Tamerlanın əsəridir. Xanımlar, elə istəyərdim ki, yolkanı qurarkən yeni ilə aid mahnı qoyum. Amma təəssüflər olsun ki, YouTube buna görə mənə təlif haqqı verə bilər. Buna görə də mən ya danışmalıyam, ya da ki, təlif haqqı olmayan mahnılar qoymalıyam. Mən bura başqa mahnı qoyum, amma siz təsəvvür edin ki, bu yeni il mahnısıdır.
Xanımlar, mən bunu qeyd etmək istəyirəm ki, bu mənim yeni il bəzəyimin hamısı deyil. Mən mağazində çələnglərə baxdım, gördüm ki, çox bahadılar. Bahadır deyəndə ki, xanımlar, əgər mən onu çox istəsəydim alardım. Amma baxdım ki, mən bunu düzəldə bilərəm. Bu mənim əlimdə heç nədir. Mənim heyfim gələr ki, o pulu ona verim. Elə düşündüm ki, həm düzəldərəm, həm sizin üçün də vlog çəkərəm, həm də sizə ideya vermiş olaram. Siz də pul verməyin, almayın. Mən düzəldəcəm, paylaşacağam, siz də baxarsınız. Çox asandır, mən sizə göstərəcəm, siz də düzəldəcəksiniz. Bu bilmirəm növbəti vloq olacaq, yoxsa ondan sonraki. Amma mütləq düzəldəndə sizinlə birlikdə düzəldəcəm. Birlikdə qəşəng iqruşkalar da düzəldərik. Qapılara asmaq üçün çələng də düzəldərik. Süfrəyə qoymaq üçün dekor çələng də düzəldərik. Yəni ki, mən düzəldərəm, siz də mənə baxarsınız. Bu da əminəm ki, sizə qəşəng bir ideya olacaq. Düzdür, hələ yeni ilə var, amma çalışacağam ki, qısa zamanda düzəldim, sizi üçün də paylaşım. Xanımlar, demək olar ki, vloqun sonuna yaxınlaşdıq. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Sizdən yenə bir xahişim olacaq. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Mənim köhnə kanalım bağlandığı üçün bu dəstəyə ehtiyacım var. Bu kanal çox gec qabağa gedir. Köhnə izləyicilərimin çoxsunu da itirmişəm. Siz kanala abunə olun ki, vloqlar kəşfətə düşsün və beləliklə köhnə izləyicilərim də məni tapa bilər. Mən burada sizinlə sağollaşıram. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın. Amma vloqa sonuna kimi baxın, yolkanın hazır vəziyyətini görün. Özünüzə yaxşı baxın, sağ olun.